mən niyə dizaynerə pul verim ya da memara pul verim, özüm hamısını eləyərəm. Amma inanın ki, təmir mərhələsində mütəxəssisə müraciət eləməmək insanı 2 qat, 3 qat daha maddi cəhətdən geri salır. Elə ona görə də əvvəlcədən dizaynerə, memara, yaxşı dizaynerə, memara müraciət eləsinlər ki, belə problemlə həm vaxt itkisinə yol verməsinlər, həm də maddi cəhətdən itkiyə yol verməsinlər və efirimizi izləsinlər ki, gözəl məsləhətlərimizdən yararlansınlar. Bəli. İlk öncə kiçik evi olanlara Allah böyük evdə qismət eləsin. Və kiçik böyük əsas xoşbəxt olsun bütün bizim ölkəmizin vətəndaşları, hamımız. Yəni sağlam mühitdə yaşayaq. Amma kiçik mənzilləri olanlara da məsləhətim budur ki, nəinki kiçik böyük, mütəxəssislərdən rəy alsınlar. Bizdə pulsuz konsultasiya var. Yəni bizim işimiz bu sənətkar işlər. Yalnız təmir deyil, həm də tövsiyə və xeyr, bizdə memarlıq işləri, dizayn işləri, bunlar əməlli başlı böyük bir sənətkar işidir. Bunun bir baxış açısı var. Bugün bizim ustalarımız plansız işləmirlər. Heç bir işini bilən usta əlində kağız olmadan, plan olmadan işə başlamaz. Siz bu günləri başladığınız hər hansısa bir layihə, onun şiti olsun, elektrik yuvalarının ölçü, yerdən olan məsafəsi olsun. Bunlar hamısı dünya standartıdır. Biz qoymamışıq. Yəni ona görə bu sizin əslində pul xərclədiyiniz əlavə bir belə deyək də xərc deyil. Təmirə başlamamışdan öncə ən əsas xərcdir. Ən əsas xərcdir və mən belə deyim ki, bizim ölkədə dizayn sahəsində qiymətlər çox münasibdir digər ölkələrə baxdığımız təqdirdə və o pulun müqabilində ciddi bir şəkildə hər evə individual demək olar bizim mütəxəssislər baxıram ki, çoxdur, yaxşı mütəxəssislərimiz çoxdur və can qoyurlar həqiqətən. Bir təmir prosesi gedəndə dizaynı misal üçün Günay xanım edirsə, biz təmirini edəcəksə, Günay xanım dəfələrlə gəlib gedir. Yəni burada böyük bir ciddi məsuliyyət var. Ona görə çalışmaq lazımdır, mütəxəssislərlə çalışsınlar və onda da gözəl nəticə alınacaq. Hər kəsin evi ən azından funksional olacaq.